Malın qiymətini əvvəlcə 8% artırdılar, sonra isə alınan yeni qiyməti isə 10% azaltdılar. Yeni alınan, yəni bu alınan təzə qiymət neçə faiz dəyişdi? Artdımı, azaldımı? Bunu tapaq. Bunu adətən belə misallarda bilmədiyimiz, bizə hər hansı bir maddədən, necə deyim, bir qiymətdən söhbət getmədiyi üçün özümüzdən düzü qiymət verə bilərik. Amma kitablarda, yəni nəzər salsanız və ya öyrənsəniz, bunun düsturu var, hazır formada düsturu. Bu zaman nə edirlər? Düstur belədir: 100 çıx A 100 üstə gedib B bölünsün 100. Təbii ki, bu çıx A və üstə gedib B lazım olduğu zamanlarda dəyişir. Necə yəni dəyişir? Yəni azalma varsa çıx olur, artma varsa üstə gedib olur. Və hər ikisi artıbsa üstə gedib, hər ikisi azalmışdırsa çıxma olacaqdır. Bundan istifadə edib indi biz yazacağıq. Əvvəlcə deyir 8% artdı. 100 üstə gedib 8. Sonra deyir 10% azaldı. 100 çıxılsın 10 bölünsün 100. Yəni düsturda dəyişən sadəcə sizin bax buradakı faiz dəyərinizdir. Və toplama çıxması da təbii ki azalmasından asılı olaraq dəyişir. 108 vurulsun 90 bölünsün 100. Sıfırlar getdi. Deməli 108-i 9-a vuraq 2, 7, 9, 972 bölünsün 10. Bərabərdir 97,2%. İndi əgər biz bunun öncəsini bir 100% kimi düşünsək, daha sonra isə 97,2 alınmışdırsa, deməli belə çıxır ki, bu 100-dən aşağı düşdüyü üçün burada azalma baş verib. Yox, əgər bu 100-dən böyük bir rəqəm olsaydı, bu zaman artma baş verəcəkdir. Hər bir halda biz yenə də kiçikdirsə 100-dən çıxacaq, böyükdürsə ədəddən 100-ü çıxacaq. Burada da bir-birindən çıxanda edir 2,8%. Belə çıxır ki, bu 2,8% azalmışdır.